Salam və vaxtınız xeyir olsun. Mən Abgözəl Bakşin, insan psixologiyası sahəsində metodist. Bugünkü mövzumuzun adı sən təbəssüm etməyə məcbursan. Bilirsiniz, insan həyatında çox pis bir şeylər baş verə bilər. Yəni, ən yaxınını, xüsusən də ailəsini itirə bilər. Təbii ki, toparlanmaq çox çətin. Çox imkansız da deyə bilərik, amma bir yerdə dayanır. Bəzən istəmsizcə həyatına baxmalısan və yolunu davam etməlisən. Niyə? Çünki sən buna məcbursan. Çünki həyat davam edir və yaşamaq və yaşadıqca da yeni inkişaflar, nailiyyətlər əldə etməlisən. Yoxsa həyata tutuna bilmərsən. İnkişaf edə bilmərsən və daima günü-gündən həmin şeyi düşündünsə, pis bir şey ağlında qalıb yaşadınsa və sən yox olacaqsan. Əslində bilirsiniz, bu nədən qaynaqlanır? Bəzən hər hansı bir yaxınını itirmiş şəxs daima həmin bir şeyi ağlında tutduqca və o şeyləri ardıcıl olaraq gün ərzində təkrarlayıcı olaraq beynindən keçirilirsə və yenə pis olursa, bugün də pis olursan, sabah da yenə sən pis olursan, birisi gündə və gün ərzində böldüyün və ilk öncə səni sən edən, hansı ki, insanın qadın və ya kişi fərq etməz, öz ayaqları üstündə durmağı bacarmalıdır. Xüsusən təbii ki, bu qadınlara aiddir. Niyə? Çünki kişilər yəni istənilən bir peşə sahəsini işləyə bilirsə, qadınlar xeyr. Ona görə insan daima həmin onu pis edən bir şeyi müəyyən yerdə saxlamalı və dediyimiz kimi sən gülməyə məcbursan. Çünki həyat davam edir. Heç nə eyni şeydə qalmır, eyni yerdə qalmır və daima dəyişir. Adətən bir digər tərəfdən də yəni bu mövzuya yanaşa bilərik. Bəs sən deyək ki, gülmək unuduldu, daima olaraq pis, demotivasiya, pessimist və real dünyadan uzaq olacaqsansa, zamanla əgər daxilində olan bir güc potensial, məsələn, hər yaşın bir istiqamət var. Məsələn, hər hansı bir, belə deyək, dövlət orqanlarına və ya hər hansı bir istiqamətə hazırlaşılan yaş ümumi olaraq nəzərdə tutulur ki, enerji olaraq 20-30 arası. Bunu keçdisə, nə həvəs qalır, nə də içdən gələcək nəfəs. Ona görə hər yaşda olduğu kimi mütləq şəkildə demotivasiya, pessimistliyi bir kənarda saxlayıb, o yaşın, o gücün, o potensialın həmin müddətdə inkişaf elətdirib ortalığa çıxardıb və sonra 30-dan sonra, 35-dən sonra onu məhsul kimi yeyə bilməyə bacarmalısan. Yəni gücdən, qüvvətdən, o yaş arasında hər hansı bir iş, plan, biznes quruldu, pessimistliyi, pisliyi, hər şeyi bir kənara buraxır və nəticədə müəyyən yaşdan sonra, 30-35-dən sonra öz gücü əsasında öz məhsulunu, öz qurduğu əziyyətini, zəhmətini artıq alır və rahat həyat tərzi yaşayır. Ona görə də sən gülməyə məcbursan. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsini yaza bilərsiniz və psixoloji dəstək və seanslarınız da hər biri olacaq.